Deməli, uşaqlar, biz danışırıq tamamlıq. Əvvəlcə tamamlıqla danışmamışdan qabaq onu qeyd edeyim ki, siz 4-cü sinifdə cümlə üzvləri dərsini keçmisiniz. Azdan çoxdan məlumatınız var cümlə üzvlərindən. Deməli, cümlədəki sözlər və söz birləşmələri cümlə üzvləri ilə ifadə olunurlar. Cümlə üzvlərimiz iki qrupa bölünür. Başı üzvlər, yəni mübtəda və xəbər, bir də ikinci dərəcəli üzvlər, yəni təyin, tamamlıq və zərflik. Tamamlıq və zərflik. Baxın, cümlədə əsas məlumat baş üzvlər tərəfindən çatdırılır. Yəni mübtəda və xəbər vasitəsilə çatdırılır. İkinci dərəcəli üzvlər isə bu məlumatı daha da genişləndirir. Bir var deyirəm ki, mən gedirəm. Məlumat verdim. Hə, əsas məlumatı verdim ki, mən gedirəm. Amma hara gedirəm, kiminlə gedirəm, nə vaxt gedirəm, bunu dedimmi? Yox. Amma desəm ki, mən sabah, məsəl üçün, evə gedirəm. Görürsünüz, genişləndirdim cümləni. İkinci dərəcəli üzvlər vasitəsilə cümləm daha da genişləndi. Mən hara gedirəm? Evə. Nə zaman gedirəm? Sabah. Və yaxud da deyərəm, dostum ilə gedirəm. Cümlə üzvlərinin ikinci dərəcəli üzvlərdən biri tamamlıqdır. Tamamlıq kimə, nəyə, kimin, nəyi, haranı, nə, kimdə, nədə, kimdən, nədən suallarının birinə cavab verir. Konkretləşdirsək belə deyərik. Təsiri halın bütün suallarına, yəni kimi, nəyi, haranı, bəzən uşaqlar haranı sualını görəndə elə bilirlər zərfliyin sualıdır. Xeyr, tamamlığın sualıdır. Bir də qeyri-müəyyən təsiri hal var ki, onun da sualı nədir? Təsiri halın sualına cavab verə bilər. Yönlük, yerlik və çıxışlı halların suallarına cavab verə bilər. Amma harada, haraya və haradan qismini çıxartmalısınız. Çünki onlar yer zərfliyinin suallarıdır. Aydın oldu fikrim sizə? Bəli. Tamam. Bir də qoşmalı sözlərin kim üçün, nə üçün, kim haqqında, nə haqqında barəsində bu tipli sözlər də tamamlığın suallarına aiddir. İndi bu tapşırıqları işləyərik. Keçirəm tamamlığın ifadə vasitələrinə. Yəni, hansı nitq hissələri cümlədə tamamlıq ola bilər? Uşaqlar, isim. 5-ci sinifdə keçmisiniz. İsimləşmiş sifət, isimləşmiş say, feili sifət, məsdər, ismi birləşmələr, feili birləşmələr cümlə üzvü kimi tamamlıq vəzifəsində işlənə bilərlər. Məsələn, götürdüm nəyi? Çantanı. Bax, burada çanta sözü tamamlıqdadır, isimdən ifadə olunur. Və yaxud da nəyi oxumağı, nəyi yazmağı məsdərdir. Tamamlıqdır cümlədə, nitq hissəsi olaraq da məsdər, yəni feillə ifadə olunur. Sonra, məsələn, izləyirdi nəyi? Ulduzların sayrışmasını. Tamamlıqdır və üçüncü növ təyini söz birləşməsindən ifadə olunur. Bu belə. Tamamlığın ifadə vasitələri. Sonra keçirəm başqa bir dərsə. Uşaqlar, cümlədə hərəkəti, belə deyək, subyekt və obyekt münasibətləri var. Subyekt nədir? Hərəkətin icraçısı, yəni işi görən. İşi görən subyektdir. Obyekt isə üzərində iş icra olunan hər hansısa bir varlıq obyekt adlanır. Obyekti bildirən sözlər isə cümlədə tamamlıq vəzifəsinə çıxış eləyir. Məsələn, deyirəm ki, oxuyur kim? Gülnar. Nə oxuyur? Kitab. Gülnar nədir? Subyektdir də, işi görəndir. Nəyə təsir elədi? Kitaba təsir elədi. Deməli, orada artıq kitab sözü obyekt vəzifəsində çıxış etmiş oldu. Cümlədə tamamlıqlar, uşaqlar, iki cür ola bilər obyekt, tamamlığın obyektləri. Bir müəyyəndir, konkretdir. Bir də qeyri-müəyyəndir, ümumidir. Buradan hansı nəticə çıxardırıq? Belə bir şey deyim sizə. Təsiri hal cümlədə iki cür ola bilər. Ümumiyyətlə, təsiri halın iki növü var. Müəyyən təsiri hal, qeyri-müəyyəni silim, təsiri yadınızda saxlayın. Müəyyən təsiri hal və qeyri-müəyyən təsiri hal. Müəyyən təsiri hal şəkilçisi bəllidir. I, U, Ö. Qeyri-müəyyən təsiri halda şəkilçini qəsdən gizlədir və sualı da nə sualına cavab verir. Bu da adlı halın sualına bənzəyir. Nə sualına cavab verir. Amma adlıqdan fərqli olaraq qeyri-müəyyən təsiri hal daha çox xəbərin yanında, cümlədə hərəkət bildirən sözün yanında işlənir. Əgər, yəni mən onu həmişə uşaqlara deyirəm, cümlədə
şəkilçisiz söz gördünüzsə, onu o saat adlı haldadır. Yox, mən bunu tez götürüm adlı hal. Xeyr, yanlışdır. Şəkilçisiz gördüyünüz hər söz adlı halda demək deyil. Diqqətli olmalısınız. Qeyri-müəyyən təsiri halda ola bilər, qeyri-müəyyən yəli halda ola bilər, başqa hallarda da işlənə bilər. Bax, bu məqamlara diqqət edin. Sonra müəyyənlik bildirən, konkretlik bildirən tamamlıq olur müəyyən təsiri hallı sözlərdə. Qeyri-müəyyən ümumilik bildirən tamamlıq olur qeyri-müəyyən təsiri hallı sözlərlə ifadə olunur. Aydın oldu? Bəli. Aydın oldu sizə. Biraz çətin görsənə bilər, razıyam sizlə, amma dərinliklərinə qədər enəndə rahat olacaq. İndi tapşırıqlarımızı